Ya inanmıram mən. Məncə izlənər. Çünki belə bambalı videolar həmişə izlənir. Allah mən bu saniyə su qoymuşdum 2 saat əvvəl o dondu. Salamlar kanalıma idmanınız xoş geldiniz. Mən Əsim bugün yeni bir video ilə qarşınızdayım. Hal-hazırda saat axşam 4-dür və bu günləri neçə vaxtı gözlədiyiniz, neçə vaxtı məndən istədiyiniz o videonu çəkirəm. Yəni indi bir damcı da aydınladım sizə bu video nədir falan izah edeyim. Neçə vaxtı məndən bütün platformalarda olimpiyadalar haqqında bir video çəkməyimi istəyirdiniz və mən də bu videonu bir qonaqla çəkmək istəyirdim. Və bu qonaqla da biz heç vaxt bir üst-üstə düşə bilmirdik. Yəni vaxtı problem çıxırdı, çəkə bilmirdik. Ondan əlavə yayın gəlməsini gözləyirdik ki, olimpiyadalar qutarsın, elə olsun, belə olsun. Nəhayət bu günləri inşallah o videonu çəkirik. Saat təqribi olaraq 5-dür. Bilmirəm, ümidvaram qəşəng alınar ki, qəşəng bir şey çıxartmağa çalışacağam. Çünki həqiqətən tələbat çox idi bu videoya və insanlar izləyirsə keyfiyyətli bir şey izləsinlər və neçə vaxtı mən yəni cəmaətə deyəndə ki, çəkəcəyəm, bir ümid verirdim ki, yəni qəşəng bir şey olacaq. Bu bir söz vermişəm, tutmağa çalışacağam. Görək nə olacaq, nə olmayacaq. Bu arada o qonağın kim olduğunu falan heç nə deməyəcəyəm sizə, çünki ola bilər ki, yəni ehtimaldır ki, olimpiyada videosu bu videodan daha gec yayımlansın. Düz inanmıram elə bir şey olsun, amma yenə də hər ehtimal işimi qarantiya alıram. Ona görə də bir ad vermirəm sizə, amma yəni olimpiyadalar haqqında məlumatı olan biridir. Yəni məndən daha yaxşı məlumat verə bilərsiniz. O səbəbdən də yəni olimpiyadalar haqqında çox da belə güclü bir məlumatım yoxdur. Mən sadəcə iştirak edirəm deyənə bir şey deyənmərəm. Bu səbəbdən də işin əhlini gətirirəm sizə. Qədrimi bilin o səbəbdən də. Görək, elə bilin ki, telefonu indi bir dənə zərərətə qoymalıyam ki, zərərətə yoxsun, çünki kamera olaraq telefon kamerasını istifadə edəcəm. 2 dənə işığımı zərərətə qoymuşam, çünki lüstru söndürəcəyəm. Bu 2 işığı yandıracağam ki, işıq daha yaxşı alınsın. Yəni ondan sonra da görək də Discord üstündən söhbət aparacağıq. Fikrimdə olan şey odur ki, 2 dənə webcam qoyum və kim danışırsa əsas danışan ekrana gəlsin, bütöv ekran tutsun. Yəni maraqlı bir idea var ağlımda. Həm də bir damda yəni səmimi bir şey olmasını istəyirəm. Yəni çox ciddi olmasın. Yəni oturub ancaq belə danışmayaq ki, olimpiyada nədir, hətta olimpiyada budur falan olmasın. Biraz daha səmimi bir video çıxmasını istəyirəm. Belə maraqlı, axarında belə getsin də, yəni insanları yormasın video. Onu istəyirəm. Yəni ağlımda olan şey odur. Bir də hamısından əlavə bu günləri mən TikTok'a, Instagram'a məcbur bir video paylaşmalıyam. Çünki TikTok, Instagram'a neçə vaxt video paylaşmıram. Düzdür, indi olimpiyada videosunu paylaşanda hər belə orada hissələrə ayırmışam, yəni sualları bölmüşəm. Hər sualı ayrı-ayrı paylaşacağam. Amma yəni onlar bir damcı gec olacaq, yəni o vaxta qədər də mən bir video paylaşmalıyam ki, yəni səhifənin bir aktivliyi olsun. Onlar paylaşılanda yəni aktivliyi onlar yaratmalı olmasın. Yəni bəzən təməlini atım, onlar prosta gəlsinlər və rahat-rahat çörəklərini yesinlər, çıxsınlar, getsinlər. Yəni məqsəd odur. Görək, gəlin bir video falan tapım o çəkim hal-hazırda. Yəni TikTok, Instagram üçün. Çünki olimpiyada üçün yəni hər şey hazırdır demək olar. Sadəcə videonu çəkməyə qalıb, o da saat 5-i gözləyirəm. 5 olsun, həll eləyərik. Bir dənə o vaxta qədər yəni su, bir dənə çay götürəcəm, qoyacağam stoluma ki, yəni ehtiyac olanda bir də durub kuxniyə getməli olmayım. Bilirsiniz nə oldu? Bilmirsiniz nə oldu? Deyəcəm, biləcəksiniz nə oldu. Mən heç bir video çəkənmədim, çünki ağlıma heç nə gəlmir. Yəni ən azından əvvəllər səslərdə falan fırlanırdım. Səsdən nəsə ilhamlanıb bir şey eləyirdim. İndi o da olmur. Yəni bildiyiniz səsini paylaşamadım və videonun çəkimindən yəni yarım saat falan qalıb başlayacağıq. Məcburca telefonu zərfəyə qoymalıyam, çünki 20% zərərətqan var. Yəni bilmirəm, bir damcı zülümdür, amma heç nə olmaz və yəni eləmirik, problem deyil bu bizim üçün. Yəni bu olmaz, başqa bir şey olar. Yəni gün davam eləyir, bir şey taparıq yəni qaqaş baş, yəni boş işlə yoxdur da burada da. Bəzi gözəl səbəblərə görə bizim çəkimimiz inşallah saat 6-ya qaldı. Görək də 6-da inşallah alınacaq. Pozitiv enerji veririk kainata, alınacaq. Saat hal-hazırda 7-yə işləyir, neçə dəqiqə? 15 dəqiqə. Yəni danışdıq inşallah 7-nin yarısı üçün dəqiq giririk. Yəni inşallah giririk. Bu sondur. Və bunun əsasında bir video çəkə bildim. Yəni ağlıma bir şey gəldi. Yəni göz hər şərdən bir xeyir doğarmış. Yəni qəşəng bir sözdür. Şeylərin mənfiyə getməsi o demək deyil ki, müsbət bir şey baş verməyəcəkdi. Yəni bu şey alınmadı, gecikdi deyənə ağlıma bir məsəl üçün video ideyası gəldi. Getdim onu çəkdim. Böyük ehtimal görmüş bir dənə qaqaş var bu oxuyur. Delirdim geceleri düşürerek yine kara seni falan eləyir ha. Yəni, o qaqaşın oxuduğu mahnını belə şeylədim. Yəni neydi o playbacklədim. Hə, üstünə də yazdım ki, video çəkəcəyim qonaq, yəni danışdığımız saatda zəngimi açmaz falan. Yəni böyük ehtimalla baxa bilərsiniz.
Yəni həm YouTube-da, həm Instagram, həm TikTok-da olacaq. Əgər yəni izlənməyiblərsə, silməmişəmsə olacaqlar. Yəni inanmıram mən. Məncə izlənər. Çünki belə bambalı videolar həmişə izlənir. Bu da onlardan biridir yəni. Gözləyirəm də inşallah 7-yin yarısı olsun. Yoruldum. Allah mən bu saniyə su qoymuşdum 2 saat əvvəl, dondu. Uşaqlar, uzun sözün qısası inşallah başlayırıq videonu. Çəkməyə prosta bu köynəyin yaxası mən narahat eləyir. Amma məcbur dözməliyəm çünki biraz rəsmi olmaq lazımdır. Amma rəsmiyyəti içində damcı gülməli falan da olmaq lazımdır. Özünüz başa düşdünüz məncə mikrofon falan da yəni düzü qoş eləmişik. Görək nə olur. İndi ətrafımda bir damcı qaranlıq falan ola bilər, amma elə bilin ki burada bir dənə işıq var. Bu şey böyük ehtimal lampa, nəticədə bu şeyi söndürərəm. Burada bir dənə işıq var. Ondan sonra orada divana da background üçün 2 dənə işıq qoymuşam. Biri qırmızı, biri mavi yanacaq. Mikrofon da burdadır falan. Yəni qəşəng bir şey alınacağına düşünürəm. Yəni ümid edirəm ən azından. Görək də nə olacaq. Xeyirlisi inşallah. Spider-Man maskam da ordadır baxın. Uy. Deməli təxmini 3 saat falan biz Discord-da qaldıq. Amma nəhayətində çox qəşəng bir video çəkdik. İndi sifətimi görmürsünüz, sesimlə idarə eləyir. Həqiqətən ləzzət elədi video. Böyük ehtimalla bu video daha doğrusu, yəni vlogu daha tez paylaşacağam. Çünki mən daha qısa gözləyirdim videonu, Olimpiada videosunu da. Və deyirdim ki, editləyib o dəqiqə ilə paylaşıram. Prosta yəni, təxmini 1 saata yaxın rekord almışıq biz. İndi onu editləmək falan uzun olacaq. İndi də elə belə çıxdım bayıra ki, bir damcı gezim. Çünki evdə 3 saat demək olar ki, masada oturdum. Yorulur adam. Çıxım bana göre bir damcı kuru atım, evə qaydım. Yəni bu videonu da qutararam. Vəbşə elə bu videonu burada qutararam. Çünki bundan sonra da bir şey eləməyəcəm. Özünüzə yaxşı baxın. Təzə videolarda görüşünə qədər. Maçın havuza. Ümid də var, videonu bəyəndiniz.